Bizim yolumuzda addım atanlar, bizim arxamızca gələn insanlar gələk belə bir xüsusiyyətə malik olsunlar. O da budur, əllərində olan imkanları ilahi yolda sərf etməyi bacarmalıdırlar. Xərcləməyi bacarmaq lazımdır. İnsan yalnız yığsın, yığsın, bu cürlə yaşamamalıdır. Bu elə bir xüsusiyyət və xasiyyətdir ki, insan azı yığır ki, çoxda xərcləsin, amma çoxda daha çox bağlanır, heç xərcləyə bilmir. Gərək azdan başlayasan. Əgər bir insan az vaxtı xərcləyə bilmirsə, çox vaxtı çətin xərcləyə bilər. Çox olanı çətin xərcləyə bilər. Çünki çoxun çox bağlantısı var. İnsanı özünə çox bağlayır. Çox əlinə imkanat gələndə artıq yadından çıxır ki, niyə qazanırdı onu. Artıq əvvəl qazanırdı xərcləsin, indi qazanır ki, hələ yığsın.